Azərbaycan tərbiyəsini, Yəhudi tərbiyəsini müqayisə edən bir keysimiz var idi. Yəhudi anaların tərbiyə üsulunu mən çox sevirəm. Onlar 10 sualdan birini doğru yazan uşaqlarını o bir doğruya görə tərifləyirlər. Bizimkilər isə 10 sualdan birini səhv yazan uşağı bir səhvə görə tənqid edirlər. Beləliklə ortaya çox maraqlı bir şuur forması çıxır. Deməli, 10 sualdan birini doğru yazdığına görə bütün fokusu, diqqəti yaxşılara yönələn uşaq sabah cəmiyyətdə də pozitiv olur və səninlə görüşəndə sənin yaxşı cəhətlərini deyir. Ay sən nə gözəl qızsan, ay sənin nə gözəl gözlərin var. Amma məni bir səhvimə görə tənqid elədiklərinə görə mən bu səfər sənin tənqidi tərəfinə yönəlirəm. Məsələn, sən nə yaman kökəlmisən və yaxud nə yaman xarab olmusan, saçların ağarıb.